Bəzən hicablı xanımlarımız var ki, hicaba riayət etmirlər. Bu zamanada o qədər hicabı alçaldırlar, o qədər hicabdan istifadə edirlər. Hətta indi sosial şəbəkələrdə canlı açıb, başlarında hicab canlı açırlar. Olmaz. Hicablı xanım nədir? Canlı açıb, vaxtını boş-boş şeylərə sərf edirlər. Birinci, müminin vaxtı qızıldan dəyərlidir. İkinci, hicab Allahın əmridir. Allahın Quran-ı Kərimin ayəsidir. Əgər biz bu ayəyə, biz hicaba riayət etmiriksə, demək ki, biz ayəyə xilaf çıxırıq. Ona görə gəlin hər birimiz hicablıyıqsa hicabımıza doğru düzgün əməl edək. Hicablı xanım saat taxır, hicablı xanım boyunbağı taxır hicabın üstdən, hicablı xanım sırğa taxır, hicablı xanım elə bir parfümdən istifadə edir ki, ətraf mühit hər kəs onun qoxusunu duyur. Hicablı xanımlara hər birinizdən xahiş edirik, hicabınıza riayət edin. Hicablı xanım gözlərinə sürmə çəkir, hicablı xanım bütün kosmetikadan istifadə edib naməhrəm qarşısına, cəmiyyət içinə çıxa bilməz. Əgər biz bununla xoşbəxt oluruqsa, biz bunları evdə özümüz üçün, məhrəmimiz üçün etməliyik. Nəinki naməhrəmlər üçün.